Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur ki, Ali radıyallahu anhuya, Allah'a and olsun, senin vasitenle Allah bir kişiye hidayet ederse, bu senin için kırmızı develerin olmasından daha hayırlıdır. Peygamber sallallahu aleyhi ve sellem'den başka bir rivayet de varid olmuştur ki, Resulullah sallallahu aleyhi ve sellem buyurmuştur. Kim hayır bir əmələ yönəldərsə, ona o əməli edenin savabı qədər savab yazılar. Hədisi İmam Müslim rivayet etmiştir. Ve bunun için əziz müsəlmanlar, her bir müsəlman məhz uca Allah'ın dinine dəvət etməyə ve bu dəvətə dəstək olmaqdan ve səbəb olmaqdan yan keçməməlidir. Madem ki biz Allah'a iman gətirmişik, her bir müsəlman, kişi ve qadın Allah'ın dinine dəvət etməyə dəstək olmalıdır. Elmiyle ve diğer elinde olan bütün vasıtelerle Allah Subhanahu ve Taala'nın dinine dəstək olmağa səbəbkar olmalıdır. Dəstək olmalıdır ve çünkü bu onun özü için Allah Teala onun mükafatını ve karşılığını verəcək. Necə ki yuxarıda keçən hədislər də öz təsdiqini göstərir. Ve onun için əziz müsəlmanlar, her bir müsəlman bilməlidir ki Allah Subhanahu ve Taala'nın dinine dəvət etmək və eləcə də bu dəvətə dəstək olmaq Allah qatında böyük bir əməllərdəndir. Və ən vacib olan əməllərdəndir. Və hər bir müsəlman buna səy göstərməlidir. Və bu dəvətdən yan keçməməlidir.